Faydaları saymaqla bitməyən yerköküdən etdiyim bu salatı məncə mütləq siz də sınayın. Dadını sizə sözlə ifadə edə bilmərəm, hazırlasanız mütləq bəyənəcəksiniz. İlk öncə 1 kilo yerkökünü süzgəcin xırda gözündən keçirdirəm. 1 stəkan sirkə və üzünə çıxana qədər soyuq su əlavə edib kənarda biraz gözlədirəm. Gözlədiyim müddətdə 2 ədəd soğanı aypara şəklində doğrayıb bitki yağında qızılı rəng alana qədər qovururam. Soğan qovrulana qədər 3 diş sarımsağı və 1 dəstə cəfərini xırda-xırda doğrayıram. Və sonda yerkökünün suyunu sıxıb üzərinə cəfərini, sarımsağı və qovrulmuş soğanı əlavə edib duz istiotunu vurub qarışdırıram. Qarışdırarkən yayılan qoxunu kaş ki sizi ötürə bilsəydim. Salatımız artıq hazırdır. Əgər bəyəndinizsə resepti yaddaşa verməyi unutmayın.